Bismillahirrahmanirrahim. Ya Ali, şerrun nas men ba'a ahiretehu bidunyah ve şerrun min zalik men ba'a ahiretehu bidunya gayrih. Peyğəmbər salavatullahın Əli əleyhissalama olan vəsiyyətlərinin birində belə buyrulur: Ya Ali, insanların ən pisi o şəxsdir ki, ahirətini dünyasına satar. Və bundan da ən pisi o şəxsdir ki, ahirətini başqasının dünyasına satar. Hədisin birinci hissəsində buyrulur ki, ən pis insan o şəxsdir ki, öz ahirətini dünyasına satar. Bu xəstəlik demək olar biz insanların arasında ən geniş yayılmış xəstəliklərdəndir. Əxlaqi rəzalətlərdəndir. Ki bu xəstəlikdən Allaha pənah aparırıq. Ahirətimizi dünyamıza satırıq, yəni nə? Ahirət, yəni Allahın rəzayəti, Allahın razılığı, ilahi əcr, ilahi mükafat, bütün bu şeyləri əldən veririk nəyin müqabilində? Hər hansısa bir dəyərsiz dünya malının müqabilində və yaxud da dünyada hər hansısa bir vəzifəyə yetişməkdən ötürü, bir məqamı əldə eləməkdən ötürü, pul, sərvət, var dövlət əldə eləməkdən ötürü. Bütün bunları əldə eləməyə çalışırıq nəyin müqabilində? Allahın razılığının müqabilində. Düşünmürük ki, burada Allahın razılığı var, yoxsa yox. Hətta görürük ki, orada Allahın razılığı yoxdur. Amma Allahın razılığını kənara qoyuruq, o məqamı əldə eləməkdən ötürü, o sərvəti əldə eləməkdən ötürü. Bütün bunlar ahirəti dünyaya satmağın növlərindəndir. Bundan da ən pisi budur ki, insan öz ahirətini başqasının dünyasına satsın. Kimsə bir məqama yetişəcək, kimsə bir qüdrətə yetişəcək, kimsə var dövlət əldə eləyəcək, kimsə öz postunu, vəzifəsini qoruyacaq. Bundan ötürü mən özümü oda közə vururam. Əgər kimsə öz itirilmiş haqqını, tapdalanmış hüququnu əldə eləyəcək və bundan ötürü mən çalışacamsa, bu çox yaxşı haldır. Amma yox, kimsə öz haqqı olmayan vəzifəsini ayaqda saxlamaqdan ötürü məndən istifadə eləyəcək və mən də özümü oda közə vuracam bu yolda. Bu o deməkdir ki, mən öz ahirətimi başqasının dünyasına satmışam. Əfsuslar olsun ki, zamanəmizdə də nə çox nahaqları haqq eləyiblər. Nə çox ədalətsiz rəftarlar müşahidə olunur onlar tərəfindən. Nəyin müqabilində? Kimlərsə öz dünyalarını bərpa eləsinlər. Kimlərsə öz vəzifələrini qoruyub saxlasınlar. Gecə gündüz insanlar ədalətsizliyi müşahidə edir. İnsanların haqqı tapdalanır, insanlara zülm olunur. Nə var ki, kimlərsə öz vəzifələrində qalmalıdırlar. Kimlərsə öz dünyalarında qüdrətlərini əldən verməməlidirlər. Bütün bunlar ahirətini başqasının dünyasına satanın nümunələrindəndir ki, belə bir insan hədisimizə əsasən, Peyğəmbər salavatullahın buyurduğu hədisə əsasən ən pis insan hesab olunur. Vəssalamu aleykum və rəhmətullah.